2025-ci il Azərbaycan səhiyyəsi üçün dönüş nöqtəsi oldu. Regionda ilk dəfə meyit donordan ürək transplantasiyası uğurla icra edildi. Bugün First News Azın qonağı olan Səhiyyə Nazirliyinin orqan donorluğu və transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova donorluq sisteminin iş mexanizmi, ailələrin bu qərarda olan rolu və xilas edilən həyatlar barədə bizə danışacaq. Yeganə xanım, salam. Xoş gördük, hər vaxtınız xeyir. Bizə zəhmət olmasa, meyit donorluğu ilə bağlı ətraflı məlumat verə bilərsinizmi? Hansı hallarda meyit donor olmaq olar və Azərbaycan vətəndaşı donor olmaq istəyini rəsmi olaraq hansı formada həyata keçirə bilər, bəyan edə bilər? Çox sağ olun Faiqə xanım, sualınıza görə. İlk öncə söyləməliyəm ki, donor olmaq, orqanları bağışlamaq deməkdir. Donorluq, bağışlamaq, latın sözü olub, bağış sözündən götürülmüşdür. Bağışlamaq sözündən və donorluq iki cürdür. Canlı donor olmaq və bir də ölümündən sonra orqanlarını bağışlamaq. Canlı donorlar, yaxın qohumlar, uzaq qohumlar, tanışlar, dostlar, insanı sevən adamlar ola bilər ki, onlar öz bir böyrəyini verə bilərlər, uyğundularsa. Onlar qaraciyərin bir hissəsini verə bilərlər. Amma ürək, gözün buynuz qıyşasını bu insanlar verə bilməz. Bunlar ancaq ölümündən sonra orqanlarını bağışlayan insanların orqanları götürülüb kiməsə verilə bilər. Ölümündən sonra orqanlarını bağışlamaq üçün hər bir Azərbaycan vətəndaşı ODTKM, Orqan Donorluğu və Transplantasiyası Koordinasiya Mərkəzi birinci hərflərini .gov.az saytına daxil olaraq donor ola bilər, orqanlarını bağışlaya bilər, bu ölümündən sonradır. Və həmin Nazirlər Kabinetinin təsdiq etdiyi formada, bizdə orada həmin o formadır PDF şəklində, həmin o formada bütün orqanları sayılıbdır. Azərbaycan Respublikası qanunvericiliyi ilə hansı orqanları bağışlamaq olar və vətəndaş özü hansı orqanlarını bağışlamaq istəyir, onu qeyd edir, imzalayır və ölümündən sonra donor olmaq siyahısına düşür. Bu siyahı çox məxfidir. Çünki Azərbaycanda vahid rəqəmsal informasiya sistemi var. Bu sistemin sahibi Səhiyyə Nazirliyidir. Bu sistemin meneceri, idarə edicisi bizim mərkəzdir və ölümündən sonra orqanlarını bağışlayan insanların siyahısını heç kəs görmür və görə də bilməz. Bunları görmürlər. Ölümündən sonra orqanlarını bağışlamaq o demək deyil ki, o adam dünyasını dəyişəndə mütləq onun orqanlarını kiməsə verəcəklər. Mən sizə bir misal göstərim. Məsələn, Qənirə Paşayeva. Qənirə Paşayeva orqanlarını bağışlamışdı, amma o beyin ölümündən dünyasını dəyişmədi. Və dünyasını dəyişərkən septik şok olduğu üçün orqanları yararsız oldu. Yəni, biz istəyirik bağışlamaq. Biz istəyirik xeyirxahlıq eləmək. Biz istəyirik 8-10 həyatı xilas edib dünyamızı dəyişək. Amma bu bizə qismət olacaqmı? Biz mütləq beyin ölümü diaqnozu ilə rəhmətə getməliyik. Beyin ölümü diaqnozu qoyulması üçün beyin travması olmalıdır, beyin qanaması olmalıdır, beyin insultu olmalıdır və yaxud da kardiopulmonar resusitasiyadan sonra anoksil beyin zədələnməsi olmalıdır ki, bu diaqnoz qoyulsun. Bu diaqnoz qoyulandan sonra mütləq orqanlar sağlam olmalıdır. Məsələn, bir insan 18 yaşı var, 20 yaşı var, orqanlarını bağışlayır. Məsələn, o dünyasını dəyişir 80 yaşında, misal üçün gətirirəm. Beyin ölümündən orqanları sağlamdır, bəli, o orqanlar köçürülə biləcək. Amma sağlam deyilsə və yaxud da başqa bir diaqnozdan rəhmətə gedirsə, bu heç vaxt mümkün deyil. Yəni, biz istəyirik, amma necə olacaq, onu heç kəs bilmir. 2025-ci il oktyabr ayında Azərbaycanda regionda ilk dəfə olaraq meyit donorundan ürək transplantasiyası həyata keçirilib. Bu növ əməliyyatların mütəmadi xarakter alması planlaşdırılırmı və hazırda məhz ürək köçürülməsi üçün gözləmə siyahısında neçə pasiyent var? Təşəkkür edirəm sualınıza görə. Demək bildiyiniz kimi 1999-cu ildə Ulu Öndər Heydər Əliyev orqan və toxumaların transplantasiyası haqqında qanun imzalamışdır. Və burada bir də qeyd edirəm, transplantasiyası. Burada donorluğu sözü yox idi. Və 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyev orqan və toxumaların donorluğu
və transplantasiyası haqqında qanun imzaladı. Eyni zamanda 2018-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə insanın ölüm anının təyin edilməsi və reanimasiya tədbirlərinin dayandırılması qərarı qəbul olundu və bu qərara əsasən beyin ölümü baş verərsə, insanda bütün reanimasyon tədbirlər dayandırılır və süni tənəffüs aparatından ayrılır. Bu ölümdür. Çünki beyin ölümü həmin qərarda da yazılır və ya bioloji ölüm. Bütün bunlardan sonra prezidentin bu qanuna görə prezident fərmanına əsasən 2022-ci ilin avqust ayında Nazirlər Kabineti tərəfindən orqan donorluğu və transplantasiya üzrə koordinasiya mərkəzinin nizamnaməsi təsdiq olundu və belə bir mərkəz yarandı və biz 22-ci ilin dekabr ayından, yəni söyləyək ki, 23-cü ildən fəaliyyətə başladıq və fəaliyyətə başladığımız gündən ilk öncə beyin ölümü protokolu hazırlandı ki, artıq reanimatoloqlar bu diaqnozu qoya bilsinlər, əsaslandıra bilsinlər. Bu protokol hazırlandı və Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasından təsdiq olunaraq İSİM-AS saytında yerləşdirildi və eyni zamanda maarifləndirmə işləri birinci reanimatoloqlarla. Nəyə görə birinci həkim reanimatoloqlarla? Çünki bu diaqnoz reanimasiya şöbəsində qoyulur. Məsələn, mən söyləyim ki, Azərbaycanda 10 milyon əhali var. Bizim hamımız orqanlarımızı bağışlasaq belə, məsələn, hamımız bağışlamışıq. 10 milyon orqanını bağışlayan insan var Azərbaycanda, misal üçün. Əgər reanimasiya şöbəsində beyin ölümü diaqnozu qoyulmasa, biz nə biləcəyik ki, orada beyin ölümü oldu, necə onun orqanları götürək, necə ailə ilə danışacaq? Yəni, əsas məsələ reanimasiyadan başlayırdı. Ona görə biz reanimatoloqlarla işlər apardıq. Biz deməli tədris, təlim işləri aparırıq. Azərbaycanda olan reanimasiya şöbəsində süni tənəffüs aparatı olan bütün xəstəxanalar donor mənbəyi xəstəxanasıdır. Bu xəstəxanalardan donor çıxa bilər. Çünki bu xəstəxanalarda süni tənəffüs aparatı var və beyin ölümü diaqnozu qoyula bilər. Nəyə görə soruşacaqsınız ki, süni tənəffüs aparatı şərtdir? Niyə şərtdir? Çünki ölüm nədir? Nəfəs yoxdursa, insanın ölüb-ölmədiyini, yəni dünyasının dəyişib-dəyişmədiyini necə yoxlayırıq adətən? Nəfəs alır ya yox. Birinci hər şey ondan başlayır. Nəfəs var, ruh var, yoxsa yox. Nəfəs yoxdursa, həyat yoxdur. Və bu zaman həqiqətən də nəfəs olmur beyin öləndə. Amma nəyə görə ürək işləyir? Çünki həmin pasiyent süni tənəffüs aparatına qoşulub. Süni olaraq onun ağciyərlərinə oksigenləşmiş hava vurulur. Baxmayaraq ki, artıq nəfəs yoxdur, artıq həyat yoxdur. Və həmin oksigenləşmiş hava vurulur ağciyərlərə və elə yaradılıb ki, yaradan elə yaradıb ki, ürəyin özünün kiçik beyni var, ürəyin özünün kiçik pacemakeri var və o pacemaker beyindən impuls gəlmədən, beyindən siqnal gəlmədən 2-3 sutka özü çalışa bilir. Yəni, həmin o sinus düyünü oksigenləşmiş qanla təchiz olunur və nasos çalışır. Yəni, pompa, ürək çalışır və ürək həmin oksigenləşmiş qanı orqanlara vura bilir. Amma bu ürəyin həmin o sinus düyünü 2-3 sutkadan sonra mərkəzdən order, siqnal gəlmədiyi üçün dayanır. Və həmin dövr, bu 2-3 sutka donor bankı adlanır. Bu bankdə artıq bu orqanlar əgər sağlamdırsa, bu orqanlar kiməsə köçürülə bilər. Ona görə bu 2 il ərzində biz reanimatoloqlarla, bütün ölkədəki reanimatoloqlarla işlər apardıq, təlimlər keçdik, beyin ölümü təlimləri keçdik. Vahid informasiya sistemi fəaliyyətə başladı. Bütün xəstəxanalar vahid informasiya sisteminə qoşuldu. Bu xəstəxanalar demək istifadəçidir vahid informasiya sistemindən, bir də icbari tibbi sığortadır. İstifadəçi ki, o əməliyyatların bilirsiniz də maliyyəsini maliyyələşdirir və bütün xəstəxanalar Bakıda, Sumqayıtda və 10 rayonda artıq vahid informasiya sisteminə qoşulubdur. Bu nə deməkdir? Həmin xəstəxanaların reanimasiya şöbəsində Glasgow koma şkalasına görə bu koma dərəcəsini göstərir. 9-15 və daha aşağı xəstə olarsa, biz o haqda məlumatı artıq sistemdə görürük.
Hər gün bu elektron rəqəmsal məlumat sistemi eyni zamanda hər gün bizim əməkdaşlar, bizim koordinatorlar bütün reanimasiya şöbələrinə zənglər edir. Hər gün şənbə, bazar belə 7-24 çalışırlar və biz məlumat toplayırıq ağır xəstələr barəsində. Koma dərəcəsi 3-15 olarsa və beyin zədələnməsindən və yaxud da anoksik beyin zədələnməsindən olan xəstə olarsa, diaqnoz belə olarsa və beyin ölümü təsdiq olunarsa, artıq biz təqib edirik. İkinci dəfə beyin ölümü diaqnozu qoyulmalıdır, təsdiq olunmalıdır. Bu 12-24 saatdan sonra olunur və ondan sonra biz Azərbaycan Respublikası qanunvericiliyinə görə həmin şəxsin, həmin potensial donorun ən yaxın qohumu kimdirsə, onunla söhbət aparırıq. Onunla danışırıq. Əgər adam donor deyilsə, yəni bağışlamayıbsa. Yəni indiyənə qədər olan insanlar hələ bağışlamamışdı, bilirsiniz ki. Və biz onunla söhbət aparırıq. Biz hər şey danışırıq ki, biz o insanlar haqqında danışırıq, orqan gözləyən insanlar və s. və ailələr imtina edir. 2 il müddətində biz danışdığımız ailələr imtina etdi. Amma ilk dəfə 2025-ci ilin fevral ayında ilk ailə orqanları bağışladı. Yaxınının rəhmətə getmiş yaxınının orqanlarını bağışlamaq bilirsiniz necə bir o hisslər keçirir o adam və o xeyirxahlıq eləmək istəyir. Amma qorxur ki, onu qınayarlar. Ona görə bu çox məxfi saxlanılır. Heç kəs bilmir o kimdir, nədir, heç kəs. Bu məxfi saxlanılır və orqanları bağışladılar. İlk dəfə fevral ayında və sizə söyləyim ki, bütün dünyada bu proses çox uzun gedir. Bizim kimi mərkəzlər yaradılandan sonra. Məsələn, Türkiyədə mərkəz yaradılandan 30 il maarifləndirmə aparılandan sonra ilk dəfə yaxınları öz dünyasını dəyişmiş qohumunun orqanlarını bağışlayıb. 30 ildən sonra. İspaniyada 15 ildən sonra ilk dəfə bağış olub. Azərbaycanda 2 ildən sonra ilk dəfə ailə itirdiyi yaxınının orqanlarını bağışladı. Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan xalqının humanistliyini, insanpərvərliyini və yüksək mədəniyyət və IQ-su olmasını göstərir. Həqiqətən də bu belədir. Çünki biz insanlarla danışdıqca, biz hamıya söylədikcə ki, necə uşaqlar gözləyir gözləmə siyahısında və dünyasını dəyişir. Necə hər il qaraciyər gözləyən Azərbaycan vətəndaşları 50-60 nəfər biz itiririk. Sualınızın sonunda da ürəyi söylədiniz. Hal-hazırda 40 nəfər siyahıda var. Ürək yetməzliyi olan xəstəmiz çoxdur. Sadəcə baxmayaraq ki, biz deyirik, biz maarifləndiririk, siyahıda hələ ki gözləmə siyahısında olan xəstələrin sayı azdır. Və orqan çıxansa ancaq gözləmə, vahid informasiya sisteminin gözləmə siyahısında sıra ilə olan xəstələrə bu orqanlar köçürülə bilər. Başqa cür mümkün deyil. Xəstə var, amma gözləmədə deyilsə, o orqanı ala bilməz. Biraz öncə dediniz ki, məxfi qalır məlumat. Bəli, məxfidir. Və ilk ürək transplantasiyası 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə icra edilib, bildiyim qədərilə. Maraqlıdır. Donorun ailə üzvləri bu məxfiliyə rəğmən, misal üçün, onların yaxınlarının ürəyini yaşadan həmin gənc tanış olmaq istəyi olubmu onlarda ki, tanısınlar, bilsinlər? Çox gözəl sual verdiniz. Dünyada da bu praktika olunur. Yəni, müəyyən bir müddətdən sonra icazə verilir. Biz də düşünürük ki, 1 il, 2 il keçəndən sonra ailə özü müraciət eləyərsə donorun ailəsi ki, biz istəyirik tanış olmaq resipiyentlə, biz mütləq güc strukturlarına məlumat verməliyik. Çünki bizdə meyit donor çıxanda hamısına xəbər verilir və güc strukturlarına icazə alandan sonra, yəni onlar icazə verərsə, biz buna icazə verəcəyik, onları görüşdürəcəyik. Hələ ki, belə hadisəmiz olmayıb, amma inşallah düşünürəm ki, olacaq. İnşallah. Statistikaya əsasən 18 halda yaxınları orqanların götürülməsinə razılıq verməyiblər. Əgər şəxs sağlığında donor olmaq istəyi ilə bağlı rəsmi şəkildə razılığını bildiribsə, o vəfat etdikdən sonra ailə üzvləri bu qərara veto qoya bilərmi? Azərbaycan Respublikasının qanunvericiliyinə görə qoya bilməz. Çünki insan bizdə orqanını kim bağışlaya bilər? Ölümündən sonradan söhbət gedir, canlı olaraq yox. Ölümündən sonra 18 yaşı tamam olmuş
öz iradəsini ifadə edə bilən, öz iradəsi ilə hansı bir qanuni sənədə imza atan, psixi olaraq sağlam olan şəxslər donor ola bilər. Eyni zamanda bizim o sistemdən də daxil olanda o yoxlayır, bütün sistemlərdə yoxlayırlar axı. Bəzi məsələlər verirlər, görürlər ki, o adam o məsələləri həll edə bilir. Çünki SIMA imza ilə biz saytdan daxil olub donor ola bilərik. 18 yaşı tamam olmuş insanlar olmalıdır. Və insan özü bu yaşda öz ağlı ilə bunu vəsiyyət edirsə və vəsiyyətnamədə həmin o formada, PDF formada var ki, bir qohumun telefon nömrəsi, bir yaxınının telefon nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrəsi yazılır. Məsələn, siyahıda mən özüm də orqanlarımı bağışlamışam. Mənim 2 övladım var. Həkim olan övladımın telefon nömrəsini və çünki o məni daha yaxşı başa düşəcək. Biz bir yaxınımızın nömrəsini ora yazırıq. Forma elə tərtib olunub və həmin yaxına söylənilir ki, bu adam vəsiyyət eləyib və söyləyib ki, sizə xəbər verək. Həmin adama xəbər verilir. Bizim qanunvericilik biraz fərqlidir. Məsələn, Türkiyədə tamam başqadır. Türkiyədə insan orqanlarını bağışlayanda onun ailəsinə SMS gedir ki, sizin qohum orqanlarını bağışladı. Və bağışlasa belə ailədən yenə icazə alınır. Tamam başqa cürdür. Amma bizim qanunvericilik biraz fərqlidir. Bizdə daha demokratikdir. Yəni, söyləyim ki, bu daha demokratikdir. Çünki insan özü vəsiyyət edibsə, yəni öz ağlı ilə, öz rəyi ilə bunu qəbul edibsə, onun yaxınına, orada özü qeyd etdiyi yaxınına söylənilir bu haqda, məlumat verilir. Yəni, bizdə qanunvericilikdə belədir. Və eyni zamanda mən söyləməliyəm ki, Azərbaycan opt-in ölkədir. Opt-in, opt-out nədir? Keçmiş SSR deməli opt-out ölkədir. Yəni, insan etiraz etmirsə orqanlarını bağışlamaqdan, onun orqanları dövlətindir, beyin ölümü baş verərsə. Hal-hazırda İspaniya opt-outdur. Yəni, dünyanı dəyişirsənsə beyin ölümündən sənin orqanlarını götürürlər. Soruşmurlar heç kəsdən. Məsələn, Avstriya opt-outdur. Məsələn, Rusiya, Belarusiya opt-out ölkələrdir. Burada soruşulmur heç kəsdən. Və belə bir ölkələr də çoxdur. Avropanın bir çox ölkələri opt-outdur. Müsəlman ölkələri hamısı opt-indir. İran xaric. İranda da götürülür orqanlar. Digər bütün müsəlman ölkələri opt-indir. Opt-in nədir? İnsan özü vəsiyyət etməyibsə, onun yaxınından soruşulur. İcazə alınır. Amma özü vəsiyyət edibsə, onda icazə alınır. Məsələn, Almaniya opt-in ölkədir. Amma Avstriya opt-outdur. Görürsünüz necə? Hər ikisi Avropadır, hər ikisi Alman dili danışan ölkələrdir, amma fərqlidir. Amerika opt-indir. Əgər insan özü bağışlamayıbsa, yaxınından soruşulur. Azərbaycan da opt-in ölkədir. Mən düşünürəm ki, opt-in olmağı ümumiyyətlə yeni başlayanda opt-in olmağı məsləhətdir. Çünki yəni insanlar rahat olsunlar orqanlarını bağışlayanda. Bilsinlər ki, yazdığı yaxınına xəbər veriləcək. Və yaxud da bağış eləməyibsə, xəbəri olmayıbsa, bilməyibsə, onun yaxını icazə verərkən icazə verəcək, rahat olacaq. Həmin o 18 nəfər kimin ki, yaxınları imtina edib, onlara belə çıxır ki, o zaman proses icra olunmayıb. Olunmayıb. Demək, əgər yaxın imtina edirsə, deməli bilirsiniz ki, reanimasiyada bir çarpayının qiyməti dövlətə neçəyə başa gəlir? Çox bahadır reanimasiya şöbəsində yatmaq, dövlət üçün maliyyəsi. Beyin ölümü baş verirsə və bu potensial donor, biz buna artıq xəstə deyə bilmirik. 3 gündə qalırsa həmin çarpayda, o dövlətə gör nə qədər ekonomik cəhətdən zərər vurur. Ona görə də bu diaqnoz qoyulmalıdır və imtina edirilərsə, həmin şəxs süni tənəffüs aparatından ayrılıb, həmin yaxınlarına təhvil verilir. Çünki bu artıq meyit hesab olunur, bioloji ölümdür və həmin çarpayıya digər gözləyən xəstələrimiz, ağır xəstələrimiz var, həmin çarpayını onlar tuta bilərlər. Yəni, ekonomik cəhətdən də bu çox əhəmiyyətlidir. Orqan donorluğunu bir tərəfə qoyaq, beyin ölümü diaqnozu qoyulmasından danışaq. Eyni zamanda beyin ölümü diaqnozu qoyulan reanimasiya şöbələri, çünki beyin ölübsə,
ürəyi saxlamaq lazımdır. O 2-3 gün. Yəni xüsusi baxım olmalıdır o xəstəyə, xüsusi dərmanlarla təzyiqi saxlanılmalıdır və s. Və bu reanimasiya şöbələri hansında ki, beyin ölümü diaqnozu qoyulur və xəstə o potensial donor 2 gün saxlanıla bilir. O reanimasiya şöbələri ən keyfiyyətli reanimasiya şöbələri hesab olunur. Çünki buradakı həkimlər həqiqətən də yüksək keyfiyyət dərəcəsinə malik, yüksək biliyə malik olan həkimlərdir ki, bu beyin öləndən sonra belə bu ürəyi hələ ki bir 2 gün, 3 gün saxlaya bilirlər. Amma o vaxt saxlayacaqlar ki, o vaxt ki adam donordur və yaxud da yaxınları icazə verdi. Belə çıxır ki, mən sizi düz anladım. Yaxınları icazə verməsə, 18 yaşından yuxarı belə olsa, qəbul olunmayacaq. Yoxsa məsəl üçün 18 yaşından aşağı insan orqanını ölümündən sonra bağışlaya bilməz. Bu qədər. Qanunvericiliyimiz o qədər gözəldir. Ümumiyyətlə bu orqan donorluğu və transplantasiyasının o qədər gözəl hüquqi bazası yaranıb və sonra bu mərkəz, görürsünüz bizim mərkəz gec yaranıb dünyadakı mərkəzlərə baxmayaraq. Gec yaranıb, amma çox gözəl yaranıb və söyləyim ki, bu hüquqi bazanın yaradılmasında Milli Məclisin Səhiyyə Komitəsinin, Səhiyyə Nazirliyinin böyük rolu olub. Bu hüquqi bazanın bu qədər düzgün, bu qədər möhkəm yaradılması heç bir söz ola bilməz. Ona görə də biz rahat bugün işləyə bilirik, rahat çalışa bilirik. Çünki hər şey əsaslandırılmışdır. Sadəcə istəyirəm ki, qaranlıq və qəm qalmasın. Misal üçün mən ölümümdən sonra donor olmaq istəyirəm və bir yaxınımın da nömrəsini, adını qeyd edirəm. Mənim ölümümdən öncəmi o şəxsə zəng vurub soruşurlar ki, sonra? Xeyr. Biz nə bilək, Allah eləməmiş. Məsələn, biz nə bilək orqanlarını bağışlayan bir insan nə vaxt rəhmətə gedəcək, hansı şəraitdə rəhmətə gedəcək, necə olacaq, bəlkə o suda boğulub öləcək. Misal üçün, bəlkə o evində qocalacaq, qocalıqdan rəhmətə gedəcək. Heç kəs bilmir axı, bəlkə o avtoqəzaya düşəcək, həmən yerində rəhmətə gedəcək. Misal üçün deyirəm. Biz istəyirik kömək etmək, amma kömək etmək hamıya qismət deyil. Faiqə xanım, bu elə bir savabdır. Bilirsiniz ki, bu Bibliyada da yazılır, Qurani Kərimdə də yazılır, bütün dinlərdə də var, ümumiyyətlə bir insanlıqda da var ki, bir insana kömək eləyirsənsə və bunu demirsənsə, bu həqiqətən də savab sayılır bu insan üçün. Məsələn, milyonerlər kimlərsə oxudurlar və s. maliyyələşdirirlər demədən, deyilmədən olunan iş savab sayılır. Amma deyilən iş onun savabı olmur. Və bu orqan bağışı ölümündən sonra deyilməyən bir bağışdır. Niyə? Çünki insan artıq dünyasını dəyişir və o həmin o orqanı alan ailələrə deyə bilmir ki, mən sənə yaxşılıq etdim. O yaxşılığı təmənnasız və demədən eləyib dünyasını dəyişir. Və o dünyasını qazanır. Çünki o 8 adamı yaşadıb gedir. Bu böyük savabdır. Ona görə bu hər adama qismət deyil. Ona görə onu demək istəyirəm. Biz bağışlayırıq. Amma kim bilir ki, bizim orqanlar kiməsə kömək eləyə biləcək, yoxsa yox. Ümumiyyətlə götürülə biləcək, yoxsa yox. Heç kəs bilmir. Hesabatda 13 nəfərin donor olduğu qeyd edilmişdi. Mən bilmək istəyirəm ki, onlar arasında orqanları ilə eyni anda bir neçə insanın həyatını qurtaranlar olub. Gözəl sual verdiniz. Çox sağ olun sualınıza görə. İlk öncə söyləyim ki, 1400-dən çox adam orqanlarını, Azərbaycan vətəndaşı orqanlarını artıq bağışlayıbdır. Bu, deməli, 13 nəfərin yaxını icazə veribdir. Bu, həmin o donorlardan deyildi. Donor olmayan insanlar idi. Amma onların yaxınları sağ olsunlar və bütün o orqan alan ailələr onların qarşısında baş əyir. 2 insandan biz 6 orqan götürmüşük, yəni ürək daxil. Digərlərindən 5 orqan. Elə xəstəmiz olub, məsələn, dializdə olan xəstə olub, beyin ölümü keçirib. Onun ancaq qaraciyəri və buynuz qışaları götürülübdür. Yəni 3 orqan götürülübdür, digərləri götürülməyibdir. Məsələn, müxtəlif olur. Hansı orqan ki, yararlıdır, o götürülür. Yəni, bu komissiya tərəfindən qərar verilir. Vaxtımız çox az olur bu orqan allokasiyasında, orqanların paylanmasında. O qısa bir vaxtda orqanlar qiymətləndirilməlidir. Uyğun pasiyentlər sıra ilə seçilməlidir. Məsələn, böyrəkdə bildiyiniz kimi tək qan qrupu deyil.
genetik analiz uyğun gəlməlidir. Bu genetik analizin olması bir 5-6 saat çəkir ki, uyğunluğu görə var, yoxdur. Məsələn, ürəkdə mütləq boy çəki əhəmiyyətlidir. Nəyə görə? 50 kiloqramlıq bir insanın ürəyi 70 kiloqramlıq insanı qaldıra bilmir. Görün, burada nə qədər nüanslar var və bütün nüanslar nəzərə alınmaqla 13 potensial donordan, bunlar hamısı Azərbaycan vətəndaşıdır, 73 orqan bugünə qədər köçürülmüşdür. 25-ci ilin fevral ayından başlayaraq. Yeganə xanım, təşəkkür edirəm. Çox sağ olun, Gəldiniz, suallarımıza cavab verdiniz. Təşəkkür edirik biz də sizə. Çox xoş həmsöhbət oldunuz Çox və sağ olun. bizi məlumatlandırdınız. Çox sağ olun ki, bütün media işçilərinə öz təşəkkürümü bildirirəm ki, siz olmasanız insanlar maariflənməz. Siz olmasanız insanlar bunun nə olduğunu bilməz və mən buradan söyləmək istəyirəm ki, bütün transplantasiya əməliyyatları dövlət tərəfindən qarşılanır və orqanı vermək, orqanı bağışlamaqda heç bir təmənna yoxdur. Azərbaycan Respublikasında bu insanlar təmənnasız olaraq bağış edirlər. Yəni bütün dünyada burada təmənna ola bilməz. Çünki yenə deyirəm, biz velosiped kəşf eləmirik. Bu artıq 1968-ci ildə beyin ölümü diaqnozu qoyulubdur, Qarvat kriteriyaları təsdiq olunub və ilk ürək transplantasiyası olubdur və o vaxtdan bu günə qədər cürəbəcür qanunda dəyişikliklər olunub, müxtəlif dövlətlərdə update olunub və görüblər ki, burada ümumiyyətlə orqan donorluğu və transplantasiyasında heç bir təmənna ola bilməz. Təşəkkür edirəm. Təşəkkür edirəm. Çox sağ olun.